Türkiyədə millət vəkili var, Atilla Kaya. O məndən bir dəfə soruşdu ki, Şirvan bizlərdə burada Kürd millətindən olan insanların adıdır. Amma Azərbaycanda bir şəhər adıdır bu və biz Şirvan adı eşidən kimi dərhal gözlərimizin önünə Azad İskəndərli gəlir. Siz niyə Şirvandan ayrılmırsınız? Gəlin paytaxtda Bakı şəhərində ictimai-siyasi fəaliyyətlə məşğul olmaq daha asandır olar. Mən ona bilirsiniz nə dedim? Dedim, sizin Atilla bəy bilmədiyiniz şeylər çoxdur. Dedi, nədir? Dedim, odur ki, Şirvan mənim uşaqlıq illərimi xatırladan cənnətimdir. Buna mən dedim, sizin cavabınızı bütöv verdim. İndi fikirləşin, görün bunun arxasında nələr gizlənir. Bəli dostlar, mən bu cənnətdən heç vaxt vaz keçməyəcəm.